Ali məhkəmədə cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədə təqsirləndirilən Tural Mehdiyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə icrası başa çatıb. Məlumata görə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən kassasiya protesti təmin edilməyib. İttihama görə 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Ağcabədi şəhəri Hüsnü Hacıyev küçəsindəki evdə Tural Mehdiyevin əmisi Əliyar Mehdiyev arvadı 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürüb. Məlum olub ki, Tural Mehdiyev əmisi ilə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O hadisədən dərhal sonra əmsinin evinə gedib Dəstəgül Mehdiyevanın qan içində qalmış meyidini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib. Növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Əliyar Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Əliyar Mehdiyevin qardaşı oğlu 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə iş ittihamı irəli sürülüb. Ağcabədi rayon məhkəməsinin hökmü ilə Tural Mehdiyevə 2 il həbs cəzası verilib və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti təmin edilib. Ağcabədi rayon məhkəməsinin 5 dekabr 2024-cü il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 307.3-cü cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib. Tural Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Penitensiar müəssisəsindən dərhal həbsdən azad olunub.